məktəbdə 3, 4 ilə 5 ilə oxumaqla deyil. Yəni insan xarakter yoxsa bu bilgisini də işlədə bilmir. Həm də ki bizim məktəblərdə 5-ləri ya tanış insanlara, ya hər hansı bir statusu olan insanların uşaqlarına verirlər. Kasıbın uşaqları çox vaxtı diqqətdən kənarda qalır. Kasıb da öz uşağında xarakter yetişdirməlidir ki, özünü təsdiq edə bilsin, özünü təqdim edə bilsin, yeri gələndə özünü müdafiə edə bilsin. Və buna görə də məktəbdə 5 ilə oxuyan uşaqları çox vaxt həyatda uğursuz görsən, 3-4 ilə oxuyanları daha uğurlu görsən. Çünki onlar xarakterləri az çox olur və xarakter psixologiya ilə bağlı bir şeydir. Mənim məktəbdə həm sərt yanım var idi, həm yumşaq. Sərt yanım xarakteri formalaşdırmaq üçün idi. Amma çox valideyn bunu anlamırdı. Çünki bunu anlamaq üçün psixologiyadan az çox başın çıxmalıdır. Və psixologiyadan başı çıxmayan insanlar da həyatda hər bir uğurun arxasında xarakter, yəni insanın o bilgini işlətmək bacarıqlarının olması, onu təqdim etmək, xarakterinə malik olmasını anlamırlar. Və valideynlərə çox vaxt deyirdim ki, narahat olun, mən sizin uşağınıza istədiyiniz qiyməti verəcəyəm. Məsələ o qiymətdə deyil. Amma yenə də anlada bilmirdim. Ona görə də sonunda anlamazlar çoxaldı və mən sistemlə mübarizə aparanda insanlar anlamır ki, bu sistem enində sonunda bütün insanların psixologiyasını pozur və sonunda hətta evlənməyə belə normal insan tapmırsınız və nəticədə ailə institutu da dağıldı. Beləliklə, psixologiyanı anlamayan insanların cəmiyyətində, yəni insanlar asanlıqla manipulyasiya olunur və asanlıqla hakimiyyət, belə sistemlər insanlara, onlara lazım olan şeylərlə yemləyir və bu yemlənən insanlar da öz psixoloji cəhətdən xəstə ünsiyyətlərində, münasibətlərində və həyatlarında bax bu cür üz gözlərində ya qəzəb, ya kin, ya biganəlik, ya boş-boş baxan gözlərlə gəzib dolaşacaqlar və harda işıqlı insan, harda nəsə bir enerji saçan insan görəndə də onu, yaxud da həqiqəti deyənləri görəndə də elə ilk toplum onları daşlayacaqdır.